Tamaşaçılarımızın sualları var və xahiş edirlər ki, bu sualları mən səsləndirim. Buyurun. Deməli, İmran Zakiroğlu adlı bir tamaşaçımız yazır ki, Tural bəy 2 gün əvvəl smart sayğaclarda işığa pul yükləyən kimi hər kəsdən 2 manat əlavə pul çıxır, amma bilinmir bu nə səbəbə. Xahiş edirik bu problemi də səsləndirin. Bunu bizdən çox sayılı vətəndaşlar xahiş edir. Tural bəy, baxın mən bu məsələ ilə bağlı elə bax Azərbaycanın hüquq mühafizə orqanlarına müraciət edirəm. Baxın, kütləvi istifadə olunan şeylər var. Sayğaclar var, mobil telefonlar, operatorlar var. Bunlara nəzarət varmı ümumiyyətlə? Siz əminsiniz, sizin aylıq vurduğunuz konturdan qanunsuz tutulmalar olmur. Heç birimiz 10 qəpiyi, 20 qəpiyi izləmirik də, düzdür ya? Maraqlı sualdır. Və yaxud da nəzarət mexanizmi necədir? Yox, necə? Mən gedirəm, qaza pul vururam da, karta vururam, kartda yaxınlaşdım. Heç bilmirəm nə yazır, nə yazmır. Nə tutdu, nə tutmadı. Biliyorsun, qaz kəsildi, təzədən gedir. Buna kim nəzarət edir? Baxın, amma vurulan, deyək ki, yüklənən vəsaitin qarşılığında neçə deyək ki, kub qaz olmalıdır, o yazılmalıdır orada. Onunla biz nəzarət edə bilirik də. Nə biri Pirus 68 yazır. Olunmur, mümkün deyil. Necə nəzarət etməliyik? Təklifiniz nədir? Məni qoydum qıra. Bax, hüquq mühafizə orqanları xüsusi bir sahə olmalı bu elektro nəzarət. Baxın, Türkiyədə İmamoğlu haqqında cinayət işi açıldı. Cinayət işindən biri oydu ki, demək, İmamoğlu Türkiyə vətəndaşlarının məlumatlarını, yəni hərəkət məlumatlarını, onların o kartındakı datalar var. Məsələn, kim vurub, harda, nə qədər, hara gedib, onları xarici ötürdüyünə görə cinayət işi açılıb həm də İmamoğlu haqqında. İndi baxın, sizə sual verirəm. Bizim bax bu datalarımızın, məlumatlarımızın, mobil operatorlarına, konturlarımızın nəzarəti kimdədir, kim eləyir? Baxın, sizin başınız çıxır texnikanın, texnologiyadan, bəlkə bizim məlumatları oğruyurlar gündə. Bəlkə bizim hər gün, məsələn, hesabımızdan pul çıxır. Bəlkə bizim hər gün, bax, o sayğacları qoyun qıra, indi 2 manat tutub da, bəlkə o adam bilib. Görün, nə qədər adamdan tutulub. Buna kim nəzarət edir? Necə nəzarət edir? Biz vətəndaş axı hər şey vətəndaş özü nəzarət eləməlidir. Özü, necə eləsin? Mənim savadım çatmır. Necə eləyəcəm? Yüklədiyi pul bəlli, pulun müqabilində verilən deyək ki, kub bəlli. Onu da hesablayanda bilirsən ki... O bazara getmişsiniz də, tərəzini qaldırır, göstər 2 kilo. Gəzin evdə öz tərəzindən çəksin, kilo yarım. İndi o tərəzinin düz çəkməsinə, onun orada düz yüklənməsinə, onun oradan... Milyonlarla sayğaca necə nəzarət etmək olar, Tural bəy? O dövlət fikirləşsin. Mən fikirləşməli deyiləm. Bax, məni qorumalıdır. Sizi qorumalıdır. Siz də hakimiyyətə iddialısınız. Bax, siz hakimiyyətdə olsanız, necə edəcəksiniz onu? Mexanizmlər var, dəvət eləyəcəksin, aidiyyatı qurumları, xüsusi yazılımlar var, mexanizmlər var, yazılımlar araşdıracaq, axtaracaq, bəlkə bir virus yazıb. Baxın, mən gedin mobil operatora, gediniz belə. Sizin bu şeyə qoşulmuşdunuz, 1 manat çıxdı. Hamı da deyək ki, cəhənnəm, çıxan çıxdı cəhənnəm. İndən ayır məni. Bax, bir sual o mobil operator çağırıb demiş. Necə qoşuldu, qardaş? Bir gündə, Tural bəy, mən bir rəqəm deyim, sayğaclar da buna aiddir. Qazda, işıqda, elə mobil operatorlar. 5 milyon abunəsi var da bir mobil operatorun. Çox yox, gün ərzində 1 milyon adamın hərəsindən 50 qəpik tutsalar nə qədər eləyəcək? 500 min adam, 500 min manat. Və baxın, bu 10 gündən bir davam eləsə, siz fikirləşin, ayda 3-cə dəfə sizdən 20 qəpik, 30 qəpik tutsa, ruhunuz incimiyədir. Amma onlara gedən pullar nə qədər olacaq? Milyonlarla. Bəs bununla sizin nəzarət eləmə mexanizminiz var, nə mənim? Və mən arxain olmalıyam ki, bizim Yüksək Texnologiya və Rəqəmsal İnkişaf Agentliyimiz, Nazirliyimiz bunu izləyir. Varmı bu mexanizm? Yoxdur. Varsa, indi biz danışırıq. Baxın, niyə ictimailəşdirik bu məsələni? Çıxsınlar, izah etsin. 2 manat tutulub. Necə tuta bilər? Kim qərarı verdi ki, sən yaxınlaşdın? Azəri qaz çıxsın, cavab versin. Niyə tutmursan? Sən hardan o hüququ almısan ki, vətəndaşdan tap deyə tutursan? Yəni, bilirsiniz, Tural bəy, hər dövlət orqanı istədiyi kimi idarə edir. Yox, biz o sayğac, qardaş, elə deyil. Sən başından qərar verənməzsən. Qızımın toydu, qardaş, orada barmaq elini sayğacları 5-10 manat pul gəlsin. Elə şey olar. Düzdür? Yəni, bu məsələdə dövlətə arxain olmaq. Dövlət öz qurumlarının, öz məmurlarının yox, vətəndaşın yanında olmalıdır. Hüquq mühafizə orqanları, aidiyyatı qurumlar, nəzarət mexanizmləri. Yoxsa, belə, vətəndaş ayaq sayıq olsa, bu vətəndaş
bank kartına ayıq-sayıq olsun, mobil operatoruna ayıq-sayıq olsun, o sayğacına ayıq-sayıq olsun. Bu yetim nə qədər ayıq-sayıq olur? 10 milyondan pul qoyuram karta, görüm 1 manat tutdu. Qardaşım, niyə tutursan? Nədir? Bu sənə hüququ kim verdi? Mən öz kartıma pulu hardan qoyum, pulsuz qoyum? Yəni bilirsiniz, bu mexanizmlə dövlət də biraz nəzarət eləməlidir. Deyirəm, hansısa biznes adamı, hansısa məmur qazanacaq deyə vətəndaşı bu qədər xərcləmək olmaz. Axı, düzdür. Bir də bank kartları arasında o vəsait köçürməsi olanda o tutulan ki, vəsait var, faiz ki var. O da dəhşət dərəcədə çoxdur. Məsələn, 10 manat hansısa deyir ki, bankdan başqa bank kartına, öz bank kartlarında, deyir ki, mənim beynəlxalq bankdan bank kartım var, bir də Kapital bankdan bank kartım var, öz bank kartlarım arasında vəsait köçürürəm. Bu pulumu atıram orada, 10 manat atıram, deyir ki, köçürdürəm beynəlxalq bankdan Kapital banka 2 manat komissiya tutur. 2 manat. 10 manata. 100 manat, 10 manat. Dünyanın hansında belə bir şey var? Yəni siz Tural bəy, o məsələ burasındadır. Belə xırda-xırda bax o 2 manatda biz milyonlarla pul eləyir. Qardaş, elə yaxşıdır, mən də oturum kompüterin başında eynəyimi salım gözümə. Ona görə bu sahələrdə islahatlara ehtiyac var. Nəzarət mexanizmləri olmalı və bu, baxın, biri var, özümüz bir də var ki, beynəlxalq qəbul olmuş nəzarət mexanizmləri var. Sistemləri alırsan, gətirsən, yükləyirsən və salam. Düzdür. Məsələn, minlərlə bizim hesabımız var da, kart hesabları. Əminsiz orada ayda bir dəfə, 2 dəfə 30 qəpik, 40 qəpik tutmurlar sizdən. Heç qəpiyə fikir vermisiniz? Yox, fikir verməmişim. Kim, nə bilirik tutmurlar? Düzdür, Tural bəy? Buna kim nəzarət edir? Necə nəzarət edir? Hələ də bir kart buraxıb da. Hamımız da oturduq karta. Yəni bu məsələlərdən Tural bəy, vətəndaşların pulumuz cibimizdə olanda hesabının kitabını bilirdik. Valla mən biraz kağıza keçməyin tərəfdə. Qaydaq kağız pulanı, nağd ödəyən nağd al. Bu kart nə bilim bilmirəm. Yəni belə vətəndaşlar bax ona görə narahatdılar. Bəli. Və deyir o doğruluğunu sübut eləyənə qədər dərisinin boğazından çıxardılan məsələsi. Biz də gedib 2 manatın davası iddia getdi filan ki, mənim qardaşım tərs olmasa zəng elədi. Baks elə, sübut elədi ki, mən niyə 1 manatımı tutmuşum? O operator yetim, gah ora dartdı, gah bura dartdı, dedi xeyri yoxdur, mənim manatımı qaytar. Sübut eləmədi, manatını qaytardılar 1 manatı. 80 qəpik də o danışığa təzdən tutdular. Bu nədir? Vallahi. Fikirləş 1 manatın 80 qəpiyində deyib danışmısan da, bayaqdan mənlə danışsan. Ben onu qaytar, dedim, qaydama dedim, əziyyət özünə qaldı. Görəmən səhv verərdim, bu boyda danışdım.